Bu günləri Motivator Sportsun qonağı bizim dostumuz Hidayətdir. Xatırladırsa, Hidayətə mən söz vermişdim ki, inşallah uğurları bol olsun, istədiyinə nail olsun və məqsədlərin nail olandan sonra biz Motivatorda biz onu çəkəcəyik. Hal-hazırda gəlmişik Hidayətin evinə. Bildiyiniz kimi yaxınlarda Hidayət dünya çempionu oldu. Azərbaycanda ilk dəfə olaraq bizim çempionlarımız sayı çoxdur. Sadəcə o kateqoriyada birinci oldu və onu təbrik edirik və gəlmişik qızıl medallarıdır, diplomlarıdır Hidayətin kolleksiyasına baxmağa. Demişəm, buradayam. İndi görək, Hidayət bizi qarşılasın. Ay ediyəsi. Hidayət necə, sənə var mı? Çox qardaşlar, gəlin. Yaxşı, bəlkə deyirəm, intervyunu burada davam eləyin, nətərdir, uğurumla bağlı danışasan. Buradayam, qapıdayam, qardaş. Təsəvvür buradan danışırsan, ki, bəs bu uğura necə əldə eləmirsən? Təzə intervyu, podkastın təzə növüdür bu. Eşidirsən mə? Fika, podkastın təzə növü, qardaş, bu uğuru necə əldə eləmirsən? Orada bir oradan danışır, maraqlı var, hə? Təsəvvürlə ki, belə şəkildə, necə sənə var, nə? Deyirəm ki, nətərsən? Deyirəm, bax, burada podkastların növü çoxdur da, yəni çəkilişləriniz adı, məsələn də çox şeylər var da, məsələn, belə danışırsan. Deyirəm, bir ilk dəfədir ki, mikrofondan elə ki, salam belə kim, qardaş, bəs bu uğuru necə əldə eləmirsən? Sən necə dünya çempionu oldun, sən də oradan danışırsan ki, mən intervyunu oradan verirsən də, gəl keçkinə. Biraz çəkdin, sonra da birləşdirsən, oldu dang-dung, ding-dung, ha? Mən səndən adam istəyirəm, sən məndən adam deyil. Hamı bir-birinə adam istəyir də, yəni başa düşdün. Mən deyirəm, Hidayət, sən adamın varsa, deyir, yox, mən də bir dənə adam, sən də var idi, nə oldu? Onu görə alınmadı da, hə? Biz işimiz uyğun gəlmədi ondan, iş saatlarımız, ona görə... İş saatindən belə şey olur. Ocaq gəldim. O Şüküranda var ya, Şükürandakı, yəni ki, həqiqətən halıl olsun. Buradan da Şükürana salam deyirik. Yəni, bir sənətə, kim ki, yaxşı iş görür, yəni ki, məsələn də iş görür, yanında yaxud da həmin adam yaxşı işləyirsə, həmişə onu tərifləmək lazım. Yəni ki, işə görə. Xoş gəlmişsiniz. Necə sənə var, nə? 60 kilometrə aydın. Salam, necə sizə var, nə? Sağ olsun, necə? Təbrik edirəm sizi. Hidayət maşallah ki, çox böyük uğurlar əldə eləyir. Hələ bundan sonra davamlı da gəlsin. Bir 3 il, 4 il bundan qabaq da mənə demişdi ki, inşallah mən o uğurlar, yəni həqiqətən halal olsun ki, dedi, o sözünü tutdu da. Yəni belə insanlar az olur, çox təkliyi olur ki, mənim yadımda da özdə ki, bizdə moment da var, çəkmişik o Razdevalkada. Sənə deyirdim ki, bundan qabaq sən mən çəkəcəksən. Mən dünya çempionu olmamışdan qabaq səni izləyirdim, bilirdim sən özü hara gedirsən. Deyim ki, dünya çempionu oldum, mən sonradan maraqlı oldu, yox. Ümumiyyətlə, dünya çempionatından qabaq olan hərəkətim mənim üçün maraqlı. Sumqayıt şəhərindəyik. Bizim dostumuz Rafael Ağayevin təzə məkanında Altın Tepsi adlanır. 9-cu, 10-cu mikrorayon arasındadır. Məkan da, yəni yeri də çox rahatdır Sumqayıt üçün. Deməli, Hidayətin ümumiyyətlə həyatı barədə istədim oturaq bir rahat şəkildə danışaq. O qədər adama ki, oxuyan olub, o idmanla məşğul olub. Səndə necə olub, uşaqlıq necə keçir? Mənə deməli, evdən göndərirdilər, məktəbdən əvvəl şey olurdu axı, hazırlıqlar olurdu da, öyrənmək üçün. Təsəvvür mən girdim otağa, görüm məşq edirdim. Sumkamı qoydum ayağımın yanına, içində bu boyda qantel qoydum. Evdə elə bir də dərs oxuyuram. Dərs oxuyuram, görüm qapıdan çıxıb gəlmir, 3-4 dənə qolun qabağına azadla işləyirdim, məşq edirdim. Yaxşı da. Gördüm, qanteli qoydum sumkanın içində. Çox maraqlıdır. Təzdən dərs oxurdum. Evdəki gördü ki, səhər bala niyə tərsi basıb belə şeyin içində. Deyirəm, hakir sardım ki, pəncərəni zad atsın, oraya stil saxla bilim, bir tər şeydən çıxırdım. Hazırlığa tez gedirdim, nə bilim. Orada turnik zadı vardı, onlardan eləyirdim, sonra girdim hazırlığa. Yəni əməlli başda məşqdən paralel aparmağa çalışırdım da. O qədər dərs oxumaqla çatdırmaq olmur zala getməyə. Harada imkan tapan kimi yarım saat 45 dəqiqədə məşq edirdim. İlk idmanım mənim kickboksla məşğul olmuşam. Sonra Uşu Samdaya keçdim, orada 70 kiloda birinci yer oldu. Sonra indi Nəriman Abbasova buradan salamlayırıq, hamı tanımayan onu yox. Nəriman, salam aleykum. Şəhriyə müəllimə Nəriman Günə birdə məşq elədik, ondan sonra getdim hərbi xidmətə. Qarabağ, Azərbaycan.
Necə oldu ki, fikrini dəyişdi? Dedim ki, yox, mən fitnesslə məşğul olmaq istəyirəm. Yəni baxdım ki, kinolarda da Arnold Schwarzenegger gördüm, amma bundan işə bədən zədə ola bilər. Dedim mən də bir başlayım da bir. Mən də formaya düşüm. O vaxt elə bildim bədənim vardı. Maykanın gerdindim, məhəllədə də gəzirdim dedim. Sən amma çöp idin, yəni arıq bir adam idin. Mən elə bildim ki, özümüz bədənim vardı, yəni. Köhnə bir zal vardı, çox köhnə də, yəni. Orada başladım yavaş-yavaş məşq eləməyə. 3 saat, 4 saat girdim, zaldan çıxmırdım. Camaat deyirdi, sən nə qədər məşq edirsən, orada bəsli çıx zala, ora-bura. Zal bağlananda elə mən zaldan çıxmırdım. Sonra ki, oxuduqca, öyrəndikcə görsən ki, sən demə 3 saat zalda olmaq lazım deyil, 1 saat zalda olmaq lazımdır. Kardiyo eləyirsə əlavə yarım saat. Hər şeyin dərinliyinə girməyə başladım. Gördüm ki, bu işi dərinliyinə girdikcə adam batıb qalır onun içində. Çıxa bilmirsən çox. Sonradan marağımı cəlb elədi. Başladım məşhurlardan gördük, xariclərdən, Amerikanlardan da baxıb eləyirdik, kinolardan dedim. Azərbaycanda da Gülsüm müəllim var. İndi yəni necə deyim, hələ Azərbaycana gəlməmişdi onda. Azərbaycana gələndən sonra mən onu gördüm, tanıdım, gəldik bizim zalda məşq edə ora-bura. Yəni söhbət Yusuf Nurlayevdən gedir. Yusuf Nurlayevdən gedir. Yusuf müəllim gördüm, dedim, halal olsun, siz mənim yəni konucumsunuz. Azərbaycanda yəni o insandan başqası yoxdur, yəni genetik olaraq. Yəni o da ilklərə imza atıb, Avropa overalı da olub. Azərbaycan! Mən istəyirəm ki, bu günləri biz məşq eləyək səndən. Sənin qədər olmasa da müəyyən bir tempo götürüm də görüm necə məşq eləyirsən. Yəni bu nəticəyə necə gəlib çıxmısan? Mən əlbəttə ki, sinə məşqi. Bu gün sinə məşqidir, amma yarış prosedurunda, yarış vaxtı başqa məşq olur, tam ağır məşq olur. Normal günlərdə başqa cür məşq edirəm də. Bu gün də mən çalışacağam, yəni biz eyni məşq tempində elə hərəkətləri nə sənin aqrusik olsun, nə də mənim aqrusik olsun. Çünki mən də hələ ki off sezondayım, dincəlmə sezondayım. Sən də beləsən, dincəlmədədirsən yəni. Dincəlmə sezonda idmana başlamamışdan qabaq 15-20 dəqiqə azı sizin isinmə vaxtınız olmalıdır. İsinməniz ki, zədələrdən, bütün oynaq ağrılarından, ən əsas zədələrdən qorumaq lazımdır. Zədə də olsa Allah eləməmiş idmana ömürlük, yəni vəda deməkdir. Çiyin zədəsi özdəki. Çiyin zədəsi, bütün oynaqlar zaten hamısı. Mən isinim biraz ha indi. İstəmə təşkiləri çıxardım, sonra isinək də. Təşkilərlə klifinəzi nə eləyək? Yaxşı. Yox, baş parmağı qoy bura, belə. Belədirsən. Buradan ölçsün. Bizə sənə bu normal vəziyyətdən. Qaldırsan. Solunuz, yavaş-yavaş. Bunu biz negativdə işləyə bilərik. Normal tempdə işləyə bilərik. Hələ normal tempdən biz isinək. Negativ elə tez. Çalışıb burada qaldırmaq lazımdır sinənin gücü ilə. İşləyəndə qolun gücü ilə də qaldıra bilərik. Amma o sinəyə deməli az naqruşqa verir, yüklənir. Ona görə əsas sinəni sıxa-sıxa işləmək lazımdır ki, sinə məşqində daha effektiv nəticə ala bilir. 100%. İndi çəkiləri taxaq. Çəkiləri taxaq. 80-90-a 12 dəfə 14 dəfə vurma. Onu sən artıra bilərsən onu çəkini. Gör işləsən, sonra məşqləyəm. Hamı maralı sən işləməyəm. Biz də barmağı ötdük buradan. Qolunu tutursan. Mən adətən məşq vaxtında negativ işləyirəm. Yavaş salıb, riski qaldırmaq. Hər proqramda da olmaz da o. Yavaş-yavaş salıb, riski qaldırma negativdir. Pozitiv isə riski salıb, yavaş, normal. Bura təzə bilirsən. Bura təzə yox, bura çoxdanmır, mən birinci dəfə gəldim. Mən vəbşi ümumiyyətlə birinci dəfə, mən vəbşi bilmirdim ki, burada belə bir yer var. Yəni silah da istərsəniz hər bir kişi mənə gəlir ki, bütün silahlardan yəni ən azından atmağı bacarmalısa, düz deyirəm, yox. Ən çox bəxt, şans kimdə olur ki, ən çox əziyyət çəkəndə. Kim ki yatmır, səhər durur, əziyyətini çəkir, o adamın daha şansı çox olur. Ona görə də sonra insana deyirlər bəxtli. O dirəyə oturub mən bütün günü əziyyət çəkdin, yatmadın. Axırda nə dedilər? Dedilər ki, bəxti gətirdi. Bəxti gətirdi. Yavaş. Köndü şansı. Salam eşimiz. 5 atman budur. Koşa lüləmizdir, 2 dənə atır. Onda bundan atadıq.
Sonra bunları atarıq. Öyle burada yanıq normalda. Ben yaxşısı bu. Rambo'nun silahlarından nə var burada? Yəni Rambo'ya ait olan. Yəni həvəskarlar üçün 5 atlan da qoymuşuq. Yəni stent silahları da var. Aha. 5 atlan da var. İndi biz yəqin ki stent silahları. Ha, stent. Ay Allah, ay Allah. Sağdan soldan. Ondan sonra burada isti bir barıtı isi var. Aha. O yəni o mənə çox lazımdır. Adamlar var da xüsusiyyətlər ona. O hə. Bu barıt Rahatlaşdırır, özünə- rahatlaşdırır, rahatlaşdırır. Ay Allah. İnstruktorumuz var. Yəni silahımız hazır. Başlayırıq açışlara. Dolduraq. Görə Hidayət yaxşılatacaq, yoxsa mən yaxşılatacaq? Bəlkə bu qonaqlıqdan Qonaq davay. Oo, bu nə oldu ki? Vurdu vurmadı. Ya vurma. Bir dənə ceyni bırak ceyni. Hazır. Ha. Bir dənə anı şey bunu bırak. Qonaqlıqdan spor edirəm səni. Ha? Hələ uğraşma. Bilə-bilə Bir uduzu, dənə bırak. bilə-bilə vurmur. Qonaqlıq temasını. So, vurdu hə? Vurdu, malades. Neçdən idi? 5 dənə. 5 dənə də var, indi 5'ini mən vururum. Halal olsun Hidayətə. Azərbaycanda ilk dəfə bizim çempionlarımız sayı çoxdur və burada hamıya, bütün bizim idmançılarımıza salam deyirəm və inşallah ki, çox yaxşı gedir federasiyanın işləri. Axırıncı o nəticələr bizim tədbirdə də biz bu təbrik elədik. Ondan sonra, həmin tədbirdən sonra Hidayət getdi, dünya çempionu oldu. Ondan qabaqki dünya çempionu başqa kateqoriya idi, düzdürmü? Başqa. O burada ikinci yer götürdün, getdin orada isə birinci yer götürdün. Halal olsun. Bir də ondan sonra dünya çempionu oldun da. Sən halal olsun qardaş. Görün də, görün. Motivatorun, yəni bizim diplomumuz, bizim fəxri üzvdə Hidayətin özü. Həqiqətən həmişə öndə. Allah razı olsun və bütün bugünə kimi əldə etdiyi bütün diplomlar, bütün maşallah az deyil. Həqiqətən. Sonuncu hansıydı qardaşım? Hanı? Sonuncu budur. Sonuncu bax budur. Dubai Pro'dan ha. Dubai Pro. Overall Pro kartın həm şeydi, kubokudur. Aha. Pro kart da budur. Bu o deməkdir ki, mən amatör olaraq şeylərin iştirak eləmirəm. Ancaq daha necə deyirlər, dünya səviyyəsində atletlərdən çıxış eləyə bilərəm. Aha. Bu iş onun üçün mənə açar oldu. Dünya kubokundan olimpiyadaya çıxmaq üçün. Bu lisenziya kimi bir şey Bu daşıyır. lisenziyadır. Bunu da əlində saxlamaq üçün ildə ən azı 2 dəfə yarışa çıxmalısan. Ha, yəni onun şərti var yəni. Sırf pro atletlər. Bax görürsüz Dubai Sports Council nəsə belə bir şeydir. Burada da bütün yəqin sponsorlar, daxil olanlar, yəni. Onlar hamısı bu Dubai Pro'nun sponsorlarıdır. Ha, yəni bu çox seriozlu təşkilat, Hə, çox professional professional liqa, ha. Yəni burada sən öz çəkində Öz çəkimdə Birinci yer oldu. Bu da Azərbaycanda ilk oldu. Ümumiyyətlə bu kubokların hamısı Azərbaycanda ilkdir. burada nə varsa Nə varsa Azərbaycanda. hamısı Azərbaycanda ilkdir. Deməli ilk medalım hara getdi? İlk medalım burdadır. Aha. Hop, ilk medalım burdadır. Aha. Bu Azərbaycanda ilk dəfə maskalar mens fizik, iri çəkili mens fizik kateqoriyası yarananda mən çıxdım ora, orada birinci yer mən oldum. Aha. Orada mütləq qalib mən oldum. O ki birbaşa mütləq qalib idi. Sonra gəldi 2023-cü ildə 4 dəfə yarışa çıxdım. İli başlamamışdan özümə söz verdim ki, bu il ancaq yarış ilə özümü elan edəcəm. Başladım 4 dəfə yarışa çıxmağa. Avropa çempionatının deməli birinci yer mükafatı budur. Ladies and gentlemen, please allow us to honor the national anthem of the champion, national anthem of Azerbaijan. Birinci çıxdı Respublika çempionatında, orada overall, yəni overall o demək ki, mütləq qalibdir. Birinci yer burada oldum Azərbaycan Respublikada, sonra getdim Avropada. Aha. Bu Avropa mükafatının birinci yeridir. Bu Avropa mükafatının overall kubokudur. Mütləq qalib. Azerbaijan, congratulations Hidayet with number 796. Jose Ramos is giving us medal, the trophy. And Jose Maria as well. Overall o deməkdir ki, yəni boy kateqoriyaları olur. Hər kateqoriyanın elə bir ki öz birinciləri Çempionu olur. çıxır. Overall isə O çempion- bütün hamının o çempionlar birincisi. çempionu, hə. Aha. O deməkdir. Yəni bu elə belə bir şey deyil, yəni. Bu Avropa çempionatının overall kubokudur. Və ondan sonra dünya çempionatı. Bu dünya çempionatının overall kubokudur. Aiddir 2023-də. Bir daha bizim belə çəkimiz çəkilir.
Hər il olduğu kimi mən də Atlas Travel-a bütün uçuşlarımı etibar edirəm. Yolunuzu gözləyirik. Hər kəsə xoş istirahətlər. Sağ olun. İlk yarışıma çıxdım 2019-cu ildə. Demə necə çıxdım? Zöhrəb müəllim vardı. O vaxt yəni onunla da o da mənə çox kömək olmuşdu. Yəni bu idmana addım atmama bir səbəbkar da Zöhrəb müəllimdir. Yəni indi Kanadada da köçüb Kanadaya. O vaxt mühafizədə işləyirdim. Aspirtolda işləyirdim mühafizədə. Sonra Yəni Hidayət Aspirtolda da işləyir. Burada Aspirtol işçilərinə hamıya salam deyirik. Aspirtol mühafizəsində işləmişəm. Sonra Megafon mühafizəsində işləmişəm. İndi Megafonda mühafizə işləmişəm. Orada zala açılanda mən adam axtardım ki, deyim mən bu zala düzəldim işədə. Yəni heç kim də o əl atmırdı ki, yəni kömək eləmirdi də. Mühafizədə bir miqdar pul yığmışdım özümə. Təsəvvür edin ki, rasxod olmasın deyə özümlə yemək aparırdım, taksiyə minmirdim, avtobusa. Hamısını yəni minimal şəkildə pul xərcləyirdim ki, aldığım maaşı yığım, yarışa çıxım. Aha. Məqsədim var ki, yarışa çıxım. Bu idman sahəsinə risk atılmaq istəyirdim və riski nəticə vermək istəyirdim ki, birdən parlayım və dedim, bəs müəllim, bu qədər əlimdə bir miqdar pul var, necə eləyək, yarış 2 ay qalıb. Dedi, müəllim, baxır ki, mühafizədə işləyirsən, əməlli başlı, yəni pis gündə elimdə. Mən o itifasımdan heç kim inanmazdı ki, sən oradan çıxıb 2019-da nəticə verəsən. Dedi, bəs gəl gözləyək maya, biraz da pul yığ, maya, 5-6 ay sonranı. Dedim, müəllim, ya mən indi bu yarışa çıxacağam, ya da kimin ömür boyu mühafizədə qalıb mühafizə işləməliyəm. Dedi, sən bunun üçün işdən çıxmalısan, şey eləməlisən. İşdən çıxmalısın deyən kimi getdim, səhər gün ərzəmi yazdım, işdən çıxdım. Baxdı ki, bu əməlli başlı ciddidir, yəni bu çıxmalıdır yarışa. Başladıq yarışa. Müəllim baxırdı ki, bunun bədəni ki, formaya düşür. Özü də həvəslənirdi. Başladı ki, bunu belə eləyək, bunu belə eləyək. Əməlli başlı formaya düşəndə yarışa hazırlaşmışdıq mens fizik kateqoriyasında. Pulun qurtardı? Pulum qurtardı. Pulum qurtardı, mən də elə bir şeydir ki... Pul lazım olmadı qurtardı, yəni yarışa biraz qalmış qurtardı. Yarışa çox az qalmış qurtardı, yarışa, yəni son qəpiyimi də verdim, qurtardı. Yəni təsəvvür edin ki, mən demişdim ki, bu yarış müddətində evdən pul götürəcəm, nə bir şey dedim, heç götürməyəcəm. Amma məcbur getdim evdən pul götürdüm, papama. Məcbur, hə. Dedim, papam əməlli başlı qurtardı, sıfırdaydı. Sağ olsun müəllim öz cibindən mənə nə qədər şeylər alırdı, eləyirdi. Yəni o adamın dəstəyini mən heç unutmaram, yəni. Biz hazırlaşmışdıq mens fizik kateqoriyasına və təzə kateqoriya yarandı. İlk dəfə 2019-da Azərbaycanda muskular mens fizik, iri çəkili mens fizik. Getdik qeydiyyata, dedilər ki, belə bir kateqoriya yaranıb, sizi bura salacaq. Oturmuş ki, necə olacaq, nətər olacaq. Sualdılar o kateqoriyaya, dedim, burada da müəllim narahatım var, burada da qalib gələcək. Mən də həmişə müəllim belə mənə deyirdi ki, ilk yarışındır, sən biri istəyə bilərsən, amma 2-3 düşəndə həvəslənmə. Orada dedim, müəllim ancaq biriyim, mənimki ancaq bir olmalıyım. Onun üçün də əziyyət çəkməliyim. Təsəvvür edeyim, mənim kimi şirniyyat sevən bir insan, dadlı yeməklər sevən bir insan necə dözüb də o şeydə. Yəni bizim bu quruma prosesi də elə bir prosesdir ki, insan aqressiv olur, dadlı yemək yemirsən, şirniyyat yemirsən. Həmin ilk anlarda, birinci dəfə, kim narun deydi, kim acıladın, kim küstü getdi, təsəvvür edin, qardaşım, kimlə dalaşdın. Hamıya it kimi şey edirsən, hamıya belə aqressiv cavab verirsən, hamıya. Qardaşım mənim gəlib maşın sürür, mən aparır yarışa. Ona əsəbləşib ki, bu necə rol tutsun, bu necə maşın sürməkdir. Normal sürür, yəni faktı, bu necə maşın sürməkdir, hamı sənə əsəb verir, də bilinəcək. Özünün asıl deyilib, beyni işləmir, beynində xoşbəxtlik hormonu deyilən şeylər var, onlar kəsilir də, nə qədər insan eyni şeyi yer. Yarışın ən çətin vaxtı var da, xiyar toyu, belə nə qədər bunu yiyəsən. Yəni 2009-da çıxdın, birinci dəfə, orada çempion oldun. Orada çempion oldum, 2019-da. Bir iki il ara verdim.
başladım öz üzərimdə işləməyə, çəkilişlərlə ona bura və yarışa çıxmaq istəyirdim. Gələn şey var idi. Avropa çempionu gəlməli idi. Respublikada Azərbaycana keçirilməli idi. Amma elə oldu, pandemiya düşdü. Mən də qərarsızdım, çıxım. Elə bir ki, nəsə oldu, pandemiya düşdü. Alınmadı yarış. Hər yer bağlandı. Yəni Ürəyincə oldu. ürəyim oldu ki, yaxşı çıxmadı. Biraz elə bir ki, düzəldim də vəziyyət. Necə belə hazırlaşan uşaqlar var idi. Gör nə qədər. Hazırlaşmış uşaqlar hamısı yarımçı qaldı. Böyle bir başka federasyon bağlıdır. Medal vermə mərasimi keçir. Burada. Təqdimat Öğretmen beni doldurunca Ya bir daha biz çempion olduk da orada. Böyle həmişə bir olmayacaq, sən kes ikinci ol. Hələ arada bir uduzmaq lazımdır ki, ac olasan da hər dəfə udmaq olmaz da görə. Motivasiya olsun da ən azından. Bana baxın. yine bir iş. Yine bir iş. Görsen. Yenə ilk. Allah. siz gəlin. Only if I let it be. I can control anything if I can just think carefully. I control my destiny. Deep up in my mind I manifest it. Every Buradan morning I Yusuf wake Diket, up Türk atletinde Latif yolunda məşhur olmuşdu Olimpiyada. Ona salamlarımızı göndərdik. fast it. Onun duruşundan bu aksı başlıyor. Bakı attığı maçında da bu ilk səfərdə, ilk günlərimi hatıram. Rüfət, görürsən qardaşım, yenə ilk. Uduzmağımız da deysən, ancaq 2 sənə gitsən də. Rüfət, Normal mi? adam vurdu. Başıma da düşmədim. Zaman da maç yazımı oldu. Değil. Durmuyor mu içine? Durmuyor, ne bakalım. Yine yettiriyordun. Yəni bu rəqəmidir də 7. 77. Həqiqətən. Rəqəm bir rəqəmlər işləyir. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Ekskluziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 9989. Inline Az. Bu oğlan dünyada, yəni bu planetdə nömrə 1-dir, yəni başa düşürsüz də, yəni bu elə belə şey deyil. Ona görə sənə halal olsun qardaş. Yəni hər bir insanın işini yəni yaxşı qiymətləndirmək lazımdır. Bunlar medaldır. Böyle bir ki, Avropa çempionatında birinci yerin medalıdır. Bu da overall qalibiyyətin medalıdır. Bu da həmçinin dünya çempionatının birinci yeri və dünya çempionatının overall qalibiyyətinin medalıdır. 2023-də İlklərə imza attığıma görə federasiyamız mənə bu şey verdi, ilin idmançısı adını verdi. 2023-cü Bizim federasiya. Hə, bizim federasiya. Halal olsun. İlin idmançısı adını bizim Bodybuilding Federasiyası tərəfindən, Rauf müəllim tərəfindən il idmançısı adını layiq görüldüm. Layiq görüldün, halal olsun. Onun kəməridir, eməlidir. Məşqə girdiksə telefonlar hamısı qırağa. Hə, bu arada mahnıya qulaq asa, sevdiyiniz mahnıya qulaq asa, məşq eləmək 5% daha artıq inkişafa gətirib çıxardır. Çünki beyinlə o dərəcədə motivasiya alırıq ki. Hidayət. Getdi. 110, anar, 113 dəfə, hə? Hə. Ya Allah. Getdik. Ay Allah. 1. Sən də. Gedər 2 dənə. 2 dənə də. Sən də. Allah. Belə biraz adama biraz şey gəlir də ki, yəqin deyir də indi. Mən 70-80-90 gözləyirdim də, bayaq dedim. Mən şey eləmə, 120, 130, 140 Yox, əladır.
zalın ən çətin işi, işlədiyiniz şeyləri yerinə qoyun. Məşq elədim, məşqdən sonra daşları yığıram. Hidayət də onu dedi ki, məşqi bitirdin, zalın ən çətin. Belə baxanda nə çətini? Gəlirsən məşq eləmək, bu da məşqdir də. Əlbəttə ki. Yox, da daşları. İş asandır. Prosta bunu yerinə qoymaq lazımdır. O moment olmur ki, məsələn, bilsən ki, xoşbəxtlik hormonları yoxdur da, düzdür. Xiyar toyu yəni yeyirsən. Bir arada bir xəstə bu xoşbəxtlik bir hormonu oynamır, belə ki, mən yaxşı, düzgün yoldayım, özüm belə xoşbəxtlik. Yox, pastayanı eyni tempdəsən. Ancaq aqressiyalı olsan, ancaq eyni. Ancaq dadlı yemək istəyirsən, ancaq gözləyirsən ki, bu qutarsın, tez bazar yemək yeyim. Daha nə qədər evə sifariş vermişdim ki, ancaq bunu bişirəcəksiniz yarışdan sonra mən hamısını yeyəcəm. Amma indi istəyirsən ha, yəni beynin işləmir deyə istəyirsən sən onu. Yarış qutarandan sonra 1-2 qab yersən doğrusan da, yəni. 1 qab nədir? Biraz yesəm sonra. Amma mən yarışdan sonra 1-2 qab yemədim. Yarışdan sonra bir gecəyə 6 kilo kökəldim, bir gecəyə. Axşam yedim, mədə doyur, təsəvvür göz doymur. Salam əleykum. Bu aspirton mühafizəsindən bir başqa. Sıxlara çənə. Salam əleykum. Gəl bu zaman yatırsan nəfəs ala bilmirsən, amma yemək istəyirsən də, yəni. Kotleti qoyuram dolmanın arasına, dolmanı qoyuram kotleti. Kotleti dolmanın arasına. Mən kəlli yeyirəm də, məlli başından kəlli yeyirəm. Sinivə qoy onu. Ya, naşnik ver. Birinci ən hasantı hansıdır? Atmamısan da yəqin ki sən. Bir dəfə atmışam. Hə, üzvə qoy, burada saxla silahı. Aha. Üzvü tam sıx. Muşkanı görsən burada. Görərəm hə. Hə, şöyle. Davay. Qəşəng rifə. Mən sizə deyirdim, sonra hansıdır? Yaxşı, gözlə. Biraz yuxarıda saxla silahı. Hazır. Davay. Atacam. Hədəf gəldi, hədəflə bir yerdə hərəkət. Yaxşı. 5 oldu. Bir daha vurdum ha. 1-1. Sen 1-1 ha, şu. Bak bile elədim ki, görürüz, intrig olsun. Bu nəsə üzə əsəb... Burada əsəbləşib nəsə. Məndə də solu verərsən ha. Bax belə verərsən. Neçədir? 3'ə 3'dir. 4'ə 3. Vso. Qaqaş 5'ə 4. Çətin olacaq. Doldurursan, doldur. Ha, necdə bir dəqiqə. Birinci bu knopkanı bas. Aha, getdi. İndi bunları qoysun. Sol tərəfdən, davay. Hazır, davay. Gəl, dəmdə. Gözlə. Neçə oldu? Vurdum ha. Ha, vuram, elə fikirləşim. Bu da değdi, vso. Biraz qabağına. 5'də 5. Vso, 5'də 5. Bir dənə də, yox, bir dənə də. Bir dənə də var. Xəsəb bir dənəsini vurum. Ən çətin indiyənə kimi yarışım, ən çətin məni demək olar ki, yarışdan qabaq mənim psixoloji, maddi, bütün sağlam, o pişi problemlərim, zədələrim var idi. Yəni bilmirdim, çıxım yoxsa yox. Həm diyetə saxlayırdım, 50% diyetə, 50% diyetə saxlamırdım da. Yuxu rejimim o deyildi, yəni heç də yolunda deyildi də. Son 30 gün qalmış formama baxdım güzgüdə, müəllimlə qərarlaşdırdıq ki, çıxaq yoxsa yox. Dedi 30 gün ərzində sən disiplinli olarsansa, tam disiplinli, hər şey kənara qoyub çıxa bilərsənsə, çıxaq. Yəni şey eləməyəsənsə, disiplin olmayəsənsə çıxmayaq da. Dedim, gəl çıxaq, hər şey atdım bir kənara, hər şey qoydum bir kənara və 30 gün ərzində indiyənə kimi... Müəllimi kimdir? Yusuf Nurlu, hə, müəllimə salam deyirik. Yusufə salam deyirik. Yusuf həqiqətən halal olsun sənə. Son günə kimi... Həqiqətən Yusuf əjdahadır. Son günə kimi bir yerdə qaldıq orada otaqda. Yeməyimə, suyuma kimi hamısına nəzarətlər, sağ olsun. Buradan çox solumu bildirirəm. İndi bir yerdə Allah qoysa hazırlaşırıq şeyə. O öz kateqoriyasında pro-kart götürəcək, Allah qoysa gələni. Məqsəd odur yəni. Mən də pro atletlərdə çıxıb, onlar udub birbaşa. Mən elə bir ki... Yusuf sənə getmişdi, Dubayda. Yəni bunu mən əlimdə gətirəndə onu yəni ağladı da, bir yerdə oradan ağlayarlar çıxdı. Yəni Azərbaycanın ilk dəfə olduğuna görə Yusuf da maşallah sənin kimi ilklərə həmişə əl atır da. Yəni məşqçi kimi də birinci ona qismət oldu. Bir dənə Allah qoysa 212 deyirlər bizim kateqoriyada, Yusuf müəllim kateqoriyasıdır. Bir dənə orada çıxacaqdı. İnşallah o bunu qalib olunacaq. O da Mr. Olimpiyada deyirlər. Olimpiyada səhnəsində ölkəmizi təmsil edəcək. İnşallah. Ümumiyyətlə məsləhətdir ki, yanınızda kimsə olsun. Kömək üçün kimsə olsun. Yəni əgər kömək üçün işdir, birdən kimsə olmasa, çox ağır təşə girmək məsləhət deyil. Hətta ağır təşə olanda bir nəfər sizə kömək edir, 2 nəfər daha ki, kömək edir. Amma
yüngül tək olanda qoyuruq dizin üstünə belə. Uzanan anda dizlə atırıq yuxarı. Aha. Özünü qaldırdı. Normal templə çox belə düz olmur və biraz əyri. Antellərə fikir versənsə biraz əyridir, çarpaz. Biraz əyri olmalı. Ayso. Bu videoda yenə həmişə kimi sinənin sıxaraq normal tempdə məşqimizi edirik. Qoyanda da yerə saldıq aşağı, düzdür? Diz gəl qabağa belə. Aha. Düzdür? Qaydası budur. Prosta ağır çəki olanda istərsəniz atırlar. Ağır çəki olanda ata bilmərsiniz. O dərəcədə gərək, yəni vərdiş eləsiniz ki, ata biləsiniz ağır çəkini də. Aha. Amma köməklə olsa daha məsləhətdir. Daha yaxşıdır. O şimdi getdin, ayaqları atdın belə bu şəkildə. Bir-bir də ata bilərsən, iki-iki də ata bilərsən. Bu yüngül olduğuna görə rahatdır. Bir də belə şəkildə, bu şəkildə düzdür də. Bəs qanteli əyirsən biraz belə, ayıqsa. Sıxırsan, tut qabağa. Sinəyə yenə sıxırsan, ayıqsa. Bax tələbə gəlir, deyir ki, mən heç lazım deyir, sənin kimi olmaq istəmirəm deyir. Bir dənə sinə ilə qol lazımdır. Başqa bir başladı, görək necə olur. Anneme de gittim muharebeye. Oradan elə bir ki, maaş verirdilər də bizə müharibədə, orada olduğumuz üçün maaş hesablanırdı. Onu verdilər biraz, özümdə vardı, biraz qardaşım kömək elədi, biraz dostum kömək elədi. Bir dənə getdim, maşın aldım özümə. Maşın aldım və çıxdım taksi işləməyə. Taksi işləməyə çıxdım. Səhərdən axşama kimi işlədim, günə 100, 80, 100, 120 manat oluyor. Nə maşın idi? Prius. Onu deyəcəm. Deyəcək Prius almadım, qardaş. Hidayət Prius sürüb, görürsünüz. Bax, indi Prius çox pisləyir. Bax, görürsünüz, dünya çempionu vaxtıkən Prius. Valla Prius'u pisləyir. Prius çox bomba maşındır. Geniş maşındır. Çox rahat maşın. Mahnı səs sistemi çox rahat. Amma Prius'u bilmirdim, bax, indi bildim. Sən nə Prius sürmüsən? Ürəyimə damdı, prosta dedim ki, özün deyək ki, başladım taksi işləməyə. Günə 100 manat qardaş. Səhər tezdən çıxırdım, gecə saat 2-3 kimi. Onda da qantellər maşında idi, yoxsa nətər? Onda məşq eləyirdim. Evdə bütün hər şəraitimi qurmuşdum, evdə eləyirdim, məşqə çıxdım, təzədən gəlirdim, abed eləyirdim. Öz əlin, öz ayağın idi. Hə, tempi tutmuşdum. Məşq eləyirdim, bölürdüm, axşam gəldim, evdə maşında oturdum, pulumu böldüm. 20 manat kreditə, 20 manat bu borcuma, filan qədər raskoda, filan qədər öz cibimə, filan qədər arxaya, hamısını bölürdüm. Ondan işləyirdim. Sonra elə zallar açıldı, karantin bitdi, zallar açıldı. Orada Prius'un... Yox, Prius'u verdim qardaşıma. Zallar açıldı, başladım tələbə, ora, bura, vitaminlər, hamısına başladım sırf tələbələrlə işləməyə də. Bırax geçsin. Nəsə alınmadı. Soldan bıraxırsan, sağ oraya git. Mənə sağdan bıraxarsan onda. Hə. O neydi? Bunlar nə qədər sürəcək? Nəsə bıraxırsan, nəsə bıraxırsan. Ano? Nəsə qədər şansım var. Nəsə 5'e 5, 5'te 5. 5-6. Gözlə. İndənə çıxır ki, məndə şans var. Bu penaltı lakin bir şeydir də. Məndə şansı var ki, indi buldum da. İnşallah. 5 dənə aşağı ki, mən oradasın, 4 dənə atsın, bərabər olacaq. Aha. Sağdan bıraxsan ha. Davay bırax. Qəşəng. Tələsmə, canım, tələsmə. Tələsmə. Bırax. Yaxşı gözlə. Biraz da yukarıda saklasın. Hazır. Davay. Uduzdum. Hazır. Hazır. Bir güllə bakı geçir.
Mən cavabını vurasın bax. Davay. Getir qabağına. 5'e 5 oldu. Çok yaxşı. 5'ini də vurdum. Burada moment var da, həmin o momenti tutmazsan. Əsas elə odur da hələ. Və ən çətin yarışım dediyim kimi 30 gün içində başladım, yəni sırf qurma prosesinə başlamalı. Yemək, hamısı qurma, karbohidrat, hamısı ölçü ilə. Son günü qalmış müəllimi dedi ki, mən çatdıra verəcək göstərib, baxıb dedi ki, yəni bacarıcıda biz bunu eləyəcəyik. Və mənim video var dostum, o da bizi videolarını çəkirdi. Qəsdən müəllim bir dəfə gördüm, mənə dedi ki, şeydir, yoxsa sən kürəyin yağlıdır, sən diyetə saxlamırsan, ola bilər. Yəni adamı şey deyir də, yəni daha da həvəslənir. Qıcıq verir, həm motivasiya. Gəldi mənə videoqraf dedi ki, bəs müəllim belə dedi, dedim, nəyə niyyətdəyim, ləzzət var, amma sonuna kimi getməliyik də. Bir şey deyim ki, indiki gənclərdə kim nə deyir desin, heç nəyə fikir vermirdi. Ancaq birbaşa məqsədimizə yönəlin. Bacarsaz da, bacarmaqsaz da məqsədimizə yönəlin. İnanın ki, yəni o məqsədə çatandan sonra görəcəksiniz ki, yəni bacarmısınız ki. Əsas o çatdınız, çatmaq elə bacarmağın, yəni alınmadığı vaxtlar da olanda, nəsə alınmırsa, həvəsdən düşmə. Yəni davam elə də. Yəni bir addım geri çəkilib daha yəni güclü gedə bilərsən. Həvəsdən düşmə. Və son 30 günün sonunda çıxdıq səhnəyə və bu Dubai Pro-nun qızıl medalıdır. Dubai Pro-nu və Pro-kartın sahibi. Bu birinci yerli medaldır. Öz kateqoriyamda birinci yer oldum Dubai Pro-da. Bunu da Azərbaycana ilk dəfə qızıl medalı mən gətirmişəm və Pro-kart. Elə ki, Pro-ların birinci və ikincisi olur da. Pro-kartı vermək üçün birinci və ikinci yer olur. Birinci Pro-kartı verdilər tək bunu. Qaqaş vardı orada, idmançı. Mən dilxor oldum ki, ayda Pro-kart getdərdən uduzdum. Gördüm ki, bir dənə Pro-kart gətirdilər, bir dənə də kubok gətirdilər. Bunu da Azərbaycana ilk dəfə mən gətirmişəm, Pro-kart. Pro-kart gətirən idmançılarımız var bir-iki dənə. Amma yarış gücünün, yarış şeyinin, necə deyək, təşkilatının səviyyəsi var, yarış səviyyəsi var. Aşağı yarış səviyyəsi var, yuxarı yarış səviyyəsi var. Ən güclü yarışda burada mən Azərbaycana birinci mən gətirmişəm. Bir dənə bunu da belə bir götürəyib, bir dənə şəkil çəkdirəyib. Çəkiləri artıraq. Neçə nə? 20 yaxşıdır? 20 işləyək də. Yaşda 20, yaşda 15, 17. Normaldir, 20 yaxşıdır. 20? Ha. 20 burada. Rüfət, istəyirsən gəl sənə o sinə sıxmaq şeyini özün hiss elə, özün gör. Gəl bir dənə başımı istədiyan. Bu yandan çək, oradan yandan. Bax, indi mən sinəni necə sıxmaq lazımdır sənə göstərəcəm. Bir əlimi qoy sinəmə, bir əlimi qoy qoluma. Qoluma. Belə? Hə. Bax, indi mən qolun gücü ilə qaldırıram. Görürsən, sinə işləmir. Gördün? Yox. Bax, sinənin gücünə bax. Aha. O da daş deyil, beton. Görürsən, sinəni sıxmaqla sinəyə inkişafı artırırsan. Sinə əzələsinə düzgün işləmək belə olur. Yəni sinənin gücünə qaldır deyəndə mən bunu nəzərdə tuturam. Düzdür. Sinəni sıxmaq lazım. Yəni burada məsələ nədir? İndi mən professional deyiləm, biz həvəskarıq da. Məsələn, insan peşəkardır və hər şey başa salanda yəni göstərib onun gücünü və istərsən adam insan əlini vuranda, məşq eləyəndə görür ki, həqiqətən o yəni daş kimidir də. Niyə görə? Çünki düzgün işləyir. Adamlar var ki, gəlirlər məşqə, məşqsiz işləyirlər. Məşqsiz işləmək nə deməkdir? Düz deyil, məşqə gələcəksən, məşqə gəlməyəndən sənin bədən fərqində fərq olacaq. Yəni o adam gəlir, lap düz işləmirsə, elə də belə də fərq eləyir. Nəsə əldə eləyir, deyir, mən onu məşq eləyirəm. Ancaq ki, düzgün məşqçi ilə məşq eləsə və düzgün onun, yəni onu 2 qat, 3 qat, nə deyirlər, onun təsirini alacaq da. İndi bax, məsələn, mən ola bilər neysə düz eləmirəm və çox insan var ki, zala gedir və məşqini düz eləmir. Ancaq bu məşqdən sonra başa düşəcək ki, necə düzgün məşq eləmək lazımdır. Bax, məsələn, göstərdin də, düzdürmü? Necə o düzgün sıxmalıdır da sinə. Və insanlar var, bir məşq eləyirlər, məşq ilə işləyəcəklər, daha düzgün işləmək üçün, nəticəni əldə etmək üçün bu belə olmalıdır. Yəni dəhşət. Baxıram ki, indi mənim bəyələyəndə indi mən də bəlini bir dənə baxacağam. Yəni bax, elə baxaq. Biraz əyri qoyuram, düzdür? Biraz əyri, su. Ay su. Sinə görə sıxırsan, gördün? Əsl sinə məşqi belə olmalı. Sinəni işləməklə, sinəni sıxmaqla. Qola güc getmir. Qol avtomatik olaraq qoşula bilər. Qoşulur. Çünki sən qantelləri əllərinlə tutmuşsan. Amma sinəni sıxanda daha yaxşı inkişaf olur.
Hazırdır da həqiqət. Bəli. Buradan nişan alırsınız. İki ədədin ortasına zaten. O bizim dostumuz nətər eləyirdi. Qaqa düz tutmuş ha. Ne oldu bu? Bir de nədik o? İşte normal. Batmadı ki. Təsbih anlatma. 6. 66'ın videoyu. Ne oldu? Bir tane qalıb. Ya qalıb 5 nə oldu? Bilmirəm ki. Bir dənə yoxun. Yox. Bir tane yoxlama yoxlayacağım. İndi mənə bir tane dinlən ki. Bir dənə 6 demişsən. Al, yaxşıdır, pisdir. Normaldir. 7'lər yaxşıdır. Yox. İlk dəfə üçün, Tutsana biraz ilk dəfə üçün püstür. En azından bir dəfə düşdüm də o. Səkiz. Neçə vurdum ha? Nasıl gedirik yavaşız? Ha, indi belə vurar. Ha, indi var, tutayla. 5 nə? 8. Yine 8. 8 yaxşı, 8 yaxşı getdi də. Ha, ondan 6'ya mən düşmüşüm də bir dəfə. Yaxşı da. Şimdi gözlə. Gözlə. Dokuz. Молодец. Ayın daha sağ ol sana. İlk maşınımı aldım, Lexus aldım. 2008-ci il və 2013-14-də yığılmış, tuning olmuş maşın idi, göy rəngdə, içi qarısı. O maşında mənim müharibədə olan dostum var idi, adı Nurlan idi. Ondan almışdım. Gördüm, mən Prius'dan belə gedirdim. O da Lexus'dan belə gəldi. Saxladıq, yolda görüşdük, aydın qışın maşında ora-bura. Yəni, gözüm o maşını tutdu da. Elə qismət oldu ki, o maşında mənə qismət oldu, nömrəsi də mənə qismət oldu. Öz satdı. Yox, satırdım maşını, dedim bəs mən bunu alım. Prius'u satmaq istəmirdim. Niyə? Çünki öz ilk maşınım idi. Özü bərəkətli. Öz bərəkətli maşın, öz əzzətimlə qazanmışdım. Onu elə şu satmadı, verdim qardaşıma. Düzəltdim pulu, dedim qalanda yavaş verirəm də, dedi hə yaxşı. Sağ olsun mənə başa düşdü dostum, maşını verdi mənə. Nömrəsini dedim, nömrəni də ver mənə. Dedi yox, o nədir, dostumuz var. Onun təzə övladı olub, Allah bütün övladdan canı sağ eləsin. İnşallah sənin qismət olsun, Allah qoysun. Övladı olub, ona demişəm ki, hədiyyə verdim. Nömrə 888 idi, axırı. Dedim, ayda bu nömrəni də mənə versən, əl olur. Gözüm yəni əməlli başı qalmışdı nömrədə də, vermə. Elə oldu, getdim maşının nömrəsini çıxartma ora-bura. Sənət alınmadı ki, bu nömrə başqa maşına keçə bilərdi. Yəni, qaldı maşının üstündə, şirinlik kimi hörmət elədim dostuma. Dedim, bu halallığımı götürdüm də nömrəni. 3 sport maşınım idi, yəni o maşın gözüm tutmuşdu, dostumdan da aldım. Sonra borcumu bağladım. Deməli, mənim ilk balaca vaxtımdan Mercedes maşınının həvəskarı olmuşam. Dəhşətdə, yəni bildin o maşını yəni mən vurğunuyam da o birində. Gördünüz ki, bütün saatıma da, hamısı telefona da hamısı Mercedes. O maşının həvəskarı olmuşam. Bir neçə ildən sonra mən də yığıram da, pulumu yığıram. Mən dağdan xərcləyən insan deyiləm, yəni o qədər də dağıtmaq xoşlamıram pulumu. Hər şey yerindədir yəni? Hər şey yerindədir, əlbəttə ki. Yığdım pulumu, 20 neçə min aldım o maşına. Getdik axtardıq. Nə qədər axtardım, mən də içi qara maşın xoşlamıram, içi rəngli. Ya karosinli, ya qəhvə, ya qırmızı. Ağ da xoşlamırsan? Ağ da xoşlamıram. Maraqlı deyil, ağ superdir. Prosta ki, ağ şeydir də, ləkə götürür. Deməli, qaqaş var bir dənə, qoymuşdu elana. Ümidimi üzmüşdüm, neçə dənə maşına baxmışdıq, tapa bilmədik də maşına. Ümidimi üzdüm. Bir dənə axşam mənə maşın qoydular, səhər gün getdim ona baxmağa. Getdim, baxdım, qaqaş qapını belə açdı. Maşını kodladı, maşından vır-vır belə səs gəldi. İçi qırmızı, qapqara, tam mənim istədiyim kimi. Dedim, bu deyim maşın. Maşın budur. Qaqaşdan getdi, yoxlatmamış, eləməmiş, dedim, gedək bunu alaq da yəni. Nəsə getdik, onu aldıq. Onu mən necə daha əziz deyirdim. Az qaldım sürməyim də, özüm onu quzamda gəzdirdim o maşında. Çox dəhşət sevinirdim o maşını alanda. Onu neçə sürdün? Onu sürdüm, 2 il sürdüm, 2 il yarım sürdüm, nə belə sürdüm. 2 il? 2 il sürdüm. Bak şimdi ne kaldı bak. O düz nədir bəs düz? Düz sağ. Qaydı hə. Başqa bir hədəf. Arkadakı hədəflərdən biri. Hazır. Hə.
Aha. Aha. Ay 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 ay. Bırak bir ha. Qaqaş, belə baxandan pis at bura. Bırak. Ne oldu ha buna? Bu apardı mı? Bir mini bundan ver şey Rüfət. Ne, bir bundan? Yaxşı, ən azından birini vursam qaqaş, səndən yaxşıyam onda. Bax, məqsəd bir dənədir. 5-də birini vurmaqdır. Zarafat deyil, müharibə iştirakçısı, dünya çempionu. Mən adi bir mən jurnalist adamam. İndi gözlə, gör nə olacaq. Bir dənə vurdum qaqaş bunu. So, məsələ bağlandı, qonaqlı uduzdum. Bir dənə qaqaş göstər, bir dənə qonaqlı səni də aparacam özümdə. Gözlə. Birini vurdum so da, birini prosta, so, belə. Hə, tələsmə. So. Gəlsin bir dənə burada. Dan, hə, çox. Qabağına. So, Qabağına. yaxşı, onu biləm, dava. Neçə illik hava gəlirəm, bilirəm o, gözlə. Dava. Bax, tarixi gün. Anlara və tarixi anlar. Nə oldu qaqaş? Tələsmə. Tələsmə. So, qonaqlı uduzdu. Dava, qonaqlı uduzdu. 2. Gəl, vuracam birində. Dava. Gəlsən sağ ol bilsin verim. Gözlə yox, bu da bombadır. Ben de bunu verip bundan danışmışım. Dava. Gəldə. Ver. Nə oldu ha? Akkumulyator. Yaxşı gözlə, elə tutmuşam da, düz deyil dayan. Tutmuşam da, düzdür bura. Bir tane de doğuşan böyle qonaqlıq hazırdır. Yox, hatta doğuşan özü vuranməmişsən, nə ki? Yox, bir də normal içində, bunu dedim vurdum da, düzdür. Sən hansını vura bilməmişsən onu dinə. Ən çətin Hansı dinə. vuramadım mı be? Hansını vurdun ki? Hansını da? Hansı vuramadım? Sən o verim yuxarıdan gəl. Sağdan Bax, vırım. Sən bax bir dənə. Bax buna. Bak sen ne o bu ben vurursan da o hele uzaklaşacak. Yaxşı, hansını deyirsən? Ən çətin hansıdır? Uzağa gedən balaca. Hansı uzağa gedən? Akkumulyator düzəldi. Ne geldi yerden? Sürətdə istəyirsən bunu verim. Hansı? Bax aşağı ilə gedir. Bahanı. Bax gördün. Kaşaydı vurabilirsin. Nətər də? Vurabilirsin. Yaxşı gözlə bir dənə. 2 dənə qalıb da, hə? İkisini də onu vuracam. Qorxuram ki, bağlayım da bunu. Davay Burat, getdik, davay. Davay. Sən o görmürəm, ha, həqiqətən görmək olmur. Bax, görürəm. Mən qaqa uduzdum da. Hələ o işləsəydi qaqa, belə birini vuracaqdım onu. O bir yaxşı var idi. Akkumulyator. Bu çətindir, bu görmək olmur, biraz tez gedir. Bu mən uduzur, qonaqlı uduzmanı uduzu bu heç. Davay, ver 5 dənə. Beğendim bilim vekin atarım. Qaqa çətindir, bura, bu çox çətin. çətin. Ha. Vur görək. Bunu Atma. bu hardan nəsə vurursan ki onu? Onu heç görmürsən. Onu bir dənə sonra özün vurarsan, bir dənə baxa özün vura bilsən. Özün kes. 1 metr qabaq. Silahı ortaya saxla, özün ora bax. Qaqa, sən çempionsan da bir dənə özün baxaq, bir dənə vura bilsən onu. Vur görüm. Sən malades. Biz çətin işlərini alır. Biz çətin işləri həll edirik. Atıram bunu, narahat olma. Tamam. Hazır. Tardı. So, indi 5 O biri qalıbdı. qalıb burada, hatta. Malades, 2. Pro kartı almışam, sevinirik, ora bura ailəm qaçdı, çıxdıq getdik. Çıxdı getdik yeyib içməkdən, yemək yeməli, dietam pozmaq alır, nə sadəcə biz onu gözlədik. Yo, gördüm burger yeyir burada. Hamı niyə burger yeyir, qardaşım? Burger, hamı burger yemir, hamı istədiyi bir şey yeyir. Yox, əksəriyyət, mən həbibi görmüşəm, Əksəriyyət bizim burger, idmançılar var, hamısı baxımı ancaq burger yeyir. Biri var Zakurska vaxtı, yükləmə dövr deyirlər bizdə. Yükləmə dövründə yeyə bilərsən, karbohidratlı, ətli, zülalda yüklürsən ki, glikogen depoları dolsun və damarlı görsənəsən, bildinizcə. Amma yarışdan sonra niyə burger yeyirlər? Mən məsələn xoşlayıram yarışdan sonra McDonald's-un burgerini. İndi reklam kimi gedir getirirlər. McDonald's-un burgerləri xoşlayıram və ya şirniyyat xoşlayıram. McDonald's nəzərə alarsan. Şirniyyat xoşlayıram. Onun üçün birinci qaçdıq şeyə, McDonald's-un kola. Təsəvvür getdim ora, 4 dənə böyük menü. Yox, gördüm. İşte kartoşka. O hamısını yedim. Hamısını göstərib. Təsəvvür zakaz edirik. Müəllim də ki, mən qonaq edirəm də sən.
zakaz edirik. Yusuf qonaqdır. Görsəniz gözləyir. Sifariş verirəm, deyir hamısını bunu yeyə bilərsən, yəni o işte. Özü də ondan yeyirdi, yəni özü yeyirdi. 6 dənə menü zakaz elədik, 6 2 nəfərə? 2 nəfərə 6 menü. Hamısının yanında karşıqası body burger, kolaları. İkisi Yusuf'da 4-ündə mən yedim. Kola zero idi, yoxsa klassik idi? Ögücə klassik idi. Mən bir dənə o maraqlıdır ki, zero məsələndə hamı istifadə edir də. Məsələn, mən zerodan, düzdür, kola reklamı gedir əslində. Zero ilə mən klassik içəmirəm. Ancaq mən bilmirəm. Mən zero ilə klassikin fərqi yoxdur. Mən yox, fərq var. Fərq var. Ancaq zero içirsən, düzdürmü? Çəki atanda zero içirsən? Yox, mən zero içirəm, mən ancaq su. Çəki atanda. Ancaq o çəki atan bir dostlarımız var bizim idmançılar. Bilirəm ki, onlar zerodan istifadə edir. O dada görədir. Mən daha disiplinli olmaq üçün, daha özümü sıxmaq üçün. Yəni risk eləmirsən. Risk eləmirəm. Hər şeyin başına. Çünki zero deyirlər var, mən kalori vermir. Yəni zerodur. Mən düzdür, yoxlayanlar da var. Göyə test verib, deyirlər, hə, yəni ki, zeronun şey yox. Burası istər-istəməz effekti sadə surə suyundan içsəz daha yaxşı olur. Mən də su içirəm. O kolanı qoysan kənara, indi kolanı da tərəflən axırda suyu tərəfləyirsən də. Axırda itoq olaraq yenə deyirəm, adi su içmək idmançı üçün nəticəni daha yaxşı olsun deyə daha yaxşı olar. Surə Su şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Gördüyünüz bu elementi eləməmişəm. Ancaq bu dil hidayəti çox çətindir. Deyirəm, elə çətindən eləyir. Yox, bunun çətinliyi nədəndir? Çəki olaraq, hərəkət olaraq çətin yoxdur. Sadəcə olaraq bunun düzgün texnikasını bilmək lazımdır. Çünki dirsək söhbəti var burada, duruş söhbəti var, belsinə, apışı burada hamısını bilmək lazımdır. Yəni onda elə çıxır ki, çox adam da bunu eləyir, sadəcə olaraq düzgün eləmir. Sadəcə çox adamın elədiyi şeyləri göstərəcəm. Çoxu necə eləyir, onu göstər. Yəni düzgün olmayan göstər, sonra düzgünü göstər. Elə adam var, deyirsin, işte belə işləyir var. Ha belə, eləsi var belə işləyir. Eləsi var, nə bilim, gah belə işləyir. Dəfələrlə görmüşəm, yəni dəfələrlə. Belə işləyir. Yəni düzgün işləmirlər də. Düzgün işləmirlər. Amma bunun düzgün texnikası qardaş. Sinə polunu qabağa. Dirsək biraz açılır. Dirsək biraz açılır. Dirsək də qalır polunu yuxarıda. Aşağıdan belə gətirmirik bunu. Və belə işləyirlər. Aşağıdan belə gətirmirik. Düz sinə qabağa. Sinəni sıxırıq yenə təzədən. Problem. Hə, göstərək görək. Bax. Birinci dəfə bilmirəm, hə. Sol ayaq qabağa, sağdan sol. Getdi qabağa. Sol ayaq qabağa gəl istəyirsən. Hə. Əlləri düşmür. Yox, lap qabağa gəl çünki onu çəkəndə qaldırmırsan onu, ayıqsan. Yaxşıdır. Dirsəyə bax, dirsəyi qaldırdın yuxarı. Yaxşı, bunu denəyim. Ağırdır, çəkin. Hə. Dirsəyi qaldırdın yuxarı. Qolunu qabağa, ayıqsan. Belə yox, bax yenə aşağı verdin sən. Qolunu qabağa. Bura, ayıqsan. Dirsəyi yuxarıda qal. Ayıqsan. Buradan belə. Sinəni sıx. Biraz da qolu açırsan. Qolu biraz yuxarıda aç, yuxarıda. At, Ay, sağ ol. 3. Hərəkət üçün pis deyil, əladır. Sinəni də sıxırsan. Sən bu sinə sıxmaq üçün idealdır da yəni. Hə, idealdır. Silə həqiqət sıxmağım dünya çempionunda xoşuna gəldisə böyük bir işdir. Dirsək yuxarıda, dirsək yuxarıda. Dirsək yaddan çıxır. Yuxarıda, aysa. Əla. İlk hərəkət üçün heç eləməmsən də bu hərəkət. Hə, ilk üçün əladır. Yəni düzgün başa salanda düzgündür. Düzgün. Rahatdır da, yəni sən niyə görürsən? Sən deyirəm, bax göstər necə eləyirlər səhv, göstərdin. İndi necə düzgündür, onu göstər. İndi mən birinci dəfə eləyirəm də, istərsəməz necə səhv eləyə bilərəm. Ancaq insan ardıcı eləyəndə, necə deyim, normal hala şey eləyir, insan öyrəşir. Burada 5 dənə 10 vuran olub 50. Bildin, yəni professional idmançı vurur da, yəni nəzərə alsaq siz ilk dəfəsiz, hələ heç kim vurmayıb ona görə. Qardaş, belə baxanda normal bir şeydir də. İndi bu professional deyil, ikinci dəfədən gəl. Siz dediniz ki, vuran olub, mən deyirəm. Yox, professional vurmalıdır da onu. Ancaq belə ilk dəfə olan ilk dəfədir, heç kim atmayıb. Bizə indi açılışa gəlmişik, yəqin federasiya zət biraz bizi təntənə edirik, nəsə arası dəvət eləyərdi. Ən azından gəlmişik. Qardaş, bu mən el atacağam, bax belə. Görüm hazırdır hə bu? Aha. Tetiyi yavaş-yavaş bas, riski də atma. Yavaş-yavaş bas, sıx hələ bir ki. Neçədir? Dəymədi hələ. Yaxşı da, bir abırçılıq deyil. Deydi? Yox. Qardaş, bunu atıram da bir atmayacağım. Deydi? Yox. Bu nə deymir? Bax bir dənə, bax mən... Bu işarədir. Görürəm, onu görürəm. Onu gətirirsiniz, hədəfin o 2 dənə çıxıntı var ya burada. Onun ortasına. Aha. Yavaş, o orada qala, yavaş-yavaş
Tetiyi sıxırsan yavaş-yavaş. Sən qardaş 19, 8. Mən vəbşi düşmürəm ha, vəbşi ümumiyyətlə. Düşəcəksən indi. Ha? Bir dənə diqqət. İndi düşmüşəm indi. 9 var axı orada. Yox, o qardaşın atdığıdır. Yaxşı, mənim atımı düşməyib Bir ha. dənə zəhmət olmasa ora diqqət elə. Bax bura. Birləşdir, gətir o ortaya, hədəfin ortasına. Yavaş-yavaş tetiyi sıx. Yavaş-yavaş sıxma. Değmədən yenə. Yox, sən aşağı olsun. Yuxarı almaq lazımdır. Değmədi. Sebrat mən idim. Doldur ondan da bakalım. O bizim daha yaxşı vururam. Bax bir dənə sual verin. O çətindir bu. Hənəsini öz çətindirlər. Hənəsində öz çətindirlər. Yəni o da çətindir də, o hansı ki şey yox. Manov olduğuna görə qardaş həsiblər ki, asan idmanlıq yoxdur. Yox, bu qardaş mənim üçün məsələ bu çətindir. O birisi mən bilmirəm, Qəbələdən. Uzaqdır, həm nişancı palodadır. Yox, qardaş, tuta bilmirəm. Mənim həm də gözümdə biraz gözümdə problem varsa, ona görə askı lazımdır. Necə qusqan? Bax, məndə tem oldu da, ondan sonra o birisi mənim üçün də qusqan oldu. O var idi, dum dağ atan. 9 7 düşür da, yenə düşür. 9 20-ci illərdə və gördüm ki, bəzi icma sferasında biraz sosiopatlar baş verir ki, bəs yaşa çıxmır, o da Instagram sosial medya idmançısıdır, ancaq odur budur. Axırda 2019 ancaq sosial medyada işləyir ola bura, yəni ona görə belədir. Kimin duxu var, məsələn, çıxsın səhnədə özünü göstərir. Yəni mən sırf ondan sözdən görə çıxmadım. Yəni özüm istədiyimə görə, özüm və özümə söz verdim ki, 2023-cü ili özümə yarış ili elan edirəm. Və yarış ili elan edirdim, maddiyyatımda yürümüşdüm. Motivasiyamda yürümüşdüm, polunu dincəlmişdim də və başladı 2023-cü başladı yanvarda, başladı may ayında Respublika çempionu oldu, çıxdım orada birinci yer oldum, arxasınca Avropa çempionu oldum. Avropa çempionu indiyənə kimi heç vaxt overall kuboku gətirə olmamışdı. 3 dəfə Azərbaycanın Avropadan overall kuboku mən gətirdim. Sentyabr-oktyabr aylarında da yenə Respublika çempionatı və olur, dünya çempionatı olur. O da Respublika çempionatında qalib gəldim və indiyənə kimi də heç bir atlet dünya çempionatının overall kubokunu gətirməyib Azərbaycana. Onu da mən ilk dəfə elədim. Dünyada ancaq Yusuf nə salmışsan? Dünyada yox, bir də mən olmuşam. Dünyada sən olmuşsan. Onda Avropada Yusuf Avropada, bir də Pərviz Avropada olub. Sən dünyanın overallını gətirmisən. Avropanın overallını gətirmişəm. Avropanı da gətirib dünya. Şimdi bu kateqoriya yarandı. Birinci mən çempion oldum 2 dəfə. Sonra Avropa overalı mən 3 dəfə gətirdim Azərbaycana. Dünya çempionatında overalı mən 3 dəfə gətirdim Azərbaycana. Bu yaxınlarda da bildiyiniz kimi iyul ayında yarışımız var Dubai Pro'da. Orada da 2 dəfə pro kartı Azərbaycana mən gətirdim. O gün 3 dənə sənin 4 dənə. 4 dənə. 4 dənə Azərbaycanda ilkləri mən imza atmışam. Mənim indi növbəti yarışım gələn il olacaq. May ayında və ya İrlanda olmalıdır. Hazırlıqla ona doğru gedəcək. O pro atletləri udandan sonra ilk üçlüyə düşən olimpiyadaya vəsqə qazanır. Mr. Olimpiyada ilə Amerikada. İlk üçlük. İlk üçlüyə düşən. Amma bizim məqsədimiz həmişə kimi birdir. İnşallah birinci yer olaraq orada və gedib Mr. Olimpiyada overall kuboku 3 dəfə gətirəcək. Pro atletləri birinci yer olsam, Allah qoysa orada da ilk biz olacaq birinci yer. İndiyənə kimi heç kəs pro yarışlarda yəni birinci yer olmayıbdı. Prosta indi mənim bir dənə şansım vardı indi bunu 3 eləməyə. Ha, onu 3 elə. Çox qeyri. Onu 3 elə. 3 elə nə? İkinci qonaqlı versən? İkinci qonaqlı. 3 eləyəməsən sən mənə qonaqlı ver. Yaxşı. Yox, qonaqlı çətindir qaqaş. O çətindir, çox çətindir. Hazır? Davay. Vuracam indi, gözlə. Onu izləyirsən, desə qabağına atıb vurursan. Davay. Getdi, hədəflər gedir. Gödür, görmürəm axı. Söhbət onu görmürəm. Gözlə. Sən heç görmədim. Gözlə, davay. Getdi yine ha? Sən də görmürəm. Sən də. Askimiz qaldı bir dənə. Mən deyirəm bax, səhərdən niyə ucuram? Ha. Ya. Davay. Bir dənə də. Bax, onu görmədim burada, bax. Sən mən də görmədim. Sən onu görmürəm. Hazır? Davay. Keçdi yerə. Hədəflər gedirəm. Qaqaş, neçədən qalıb bir dənə bax.
2 dənə qaldı. 2 dənə mən normal isim ver, bunu gözüm görmür. Mən qoca adamam. Bu neçə yaşın var? 29. 29. 41 yaşım var qaqaş. Bunu 41 yaşım var. Seni verəcəm. Yəni hardan? Üstümüzə gəlir bax bunu. Ha. Murat o nəsə yaxşı deyil. Niyə? Qaşaydı burası zordur. Yaxşıdır. Allah zordur. O gəlsin gələn mamik alnından. Davay. Çox yüngül gəlir ha bu adam. Orada yuxarı. Ha, yaxşı belə. Onu vuracam, nasıl onu vuracam? Tardıqsız güllə. Yaxşı qaqal, çətin. Belə silah ha. Getdik, bir dənə qalıb. Ha, qalıb. Bir dənə normal isim verdi. Bunlar hamısı yaxşı da ver vurum. Ver vurum. Biraz gözümüz sığ yuxarıdan baxırsan. Qumlardan, ay sabah belə. Davay. Dəydi. Aynen. Sındı? Yerə dəyəni sındı. Yaxşıdır. Bu da mənim qardaşım 2-ci Qarabağ döyüşündə əsas məsələ. Əsas məsələ. Mənə elə gəlir ki, bu diplomların arasında Vətən müharibəsi iştirakçısı. bu ən vacib olanı budur elə. Dövlətimiz tərəfindən. Bunu biz mütləq qeyd eləməli idik. Çünki Hidayət bizim Böyük Vətən müharibəsində, 2-ci Qarabağ müharibəsində iştirak eləyib. Bizim hörmətli Vətən müharibəsi iştirakçısının medalıdır. 3 dənə medal var, onlar gələcək. Füzuli Xocavənd Cəbrayıl medalıdır. Onlar gələcək. İnşallah. Bizim rəhmətli Muxtarla bir yerdə bizim şəhidlərimizin, Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı versin. Yəni biz nə qədər də idmanda, hansı sahələrdə uğurlu olsaq da bizim ən böyük uğurumuz bizim 2-ci Qarabağ müharibəsində qələbə qazanmağımızdır. Yəni bütün dünyanın medalları, bütün dünyanın nə bilim bütün uğurları ona heç bir tayı bərabər ola bilməz. Bizim şəhidlərimizin hesabına və bizim qazilərimizə Allah can sağlığı versin və həmin anlarda Hidayətin özü də müharibədə idi. Min dəfə demişəm acgöz olmayın. Bir dəfə vurdum, bəs şundur. Mən ki onun yaxında da düşməmişəm. Bir dəfə 6 vurmuşam desən, ha? Nə ev yoxdur. Məşq eləmək lazımdır. Yəni daimi gözlərini biraz yaxşı görsəydi. Daimi olmasa ən azından həftədə bir dəfə istifadə. Yox, Murat, sən əlin əsmir. Sən tutursan taxtçıya kimi kan qoymuşsan. Amma məndə belə eləyib. Bir dənə qurban da xeyli 4 dənə. Bir dənəsi içində var idi. Var idi. 9. 5 dənə atdım, gəldim, əyləşdim, oturdum. Gəldi Rüfət müəllim. O da etq olur. 10 vurdun. 10 halaldır sənə. Vallah, qaqaş, mən sənə nə deyim? 8. 9. Bu qaqaş, bunu sən ikinci idmanla hüküm götürə bilərsən bunu. Mən sənə ciddi deyirəm, sən ol. İkinci idmanla hüküm bunu gəlib pulla məşğul olacaqsan. Özündə əməliyyat edəndə 2 saat sən götürürsən. Mən sənə ciddi deyirəm ki, sən yaxşı nəticə verərsən. Ciddi qardaş. Qaqaş, sağ ol. Qardaş, sağ olun. Sağ ol. Getdik. Yerində isə Rüfət elə gördün də. Qonaqlı yerimizə daşot elədin. Mənim əlim əsir. Mənim əlim əsir. Həqiqətən halal olsun. Yəni, sən atıcılıqda çox vacib odur ki, əlinin əsməməyi. Mən bura birinci dəfə gəlirəm. Yəni, çox gözəl yerdir. Həm bax geniş. O tərəf vəbşə silah atdığımız, tüfəng atdığımız yer vəbşə əladır. Prosta daha bizim kimi yox da, qaqa. Bizim kimi daha gəlib atmazlar, dalbadal. Gəl bir çayın, nə bilim, sərin mağazin də var. Nə istəyirsən ala bilərsən. İçəridə restoran da var. Azad Tuning 2005-ci ildən fəaliyyət göstərən Azərbaycanın avtomobil sənayesində tanınmış brendə çevrilib. Azad Qrup hər zaman idmançılarla sıx əlaqədə və idmançılarımıza dəstək olmuşdu. Olimpiyadada birinci yer olsam, Allah qoysa, onu da bizim... Olimpiyada iştirak edən olmayıb da? Olimpiyada iştirak edən heç kəs olmayıb. Heç kəs iştirak edən olmayıb. İnşallah bunlar məqsəd Olimpiyadadır, Mr. Olimpiyada və Arnold Klassik yarışmasıdır. Arnold Klassikdə Arnold Schwarzenegger birbaşa birinci yerə öz kubokunu gətirir. İnsanın 80 yaşı var. İnşallah biz növbəti müsahibəmizdə. İnşallah orada. Növbəti müsahibəmizdə o kadrı buradan altdan verərik. Yox, həmin yarışa çıx ki, nə qarış, mən sənin orada həmin kadrı nə, özüm orada olacağam. İnşallah. Arnold bir tərəfdən bildi, mən də bir tərəfdən əlimi qaldıracağım. Arnold Schwarzenegger'dən. Bu acizi yarışda 30 gün vaxtım var idi. O qədər problemlərim oldu ki, o qədər yəni Yusuf müəllim mənə dedi ki, çıxırsan yarış yoxsa çıxmırsan, dəqiq mənə demək. Dedi hər şey kənara at, sən bu yarışda çıxmalısan, udmalısan. Dedim yaxşı.
bütün problemləri qoydum bir kənara. Hər gün kardioda gözlərimi yumurdum. 45 dəqiqə, 1 saat kardioda sən bu yarışı udacaqsan, sən bu yarışı udacaqsan. Özümə inanırdım, o qədər inanırdım ki, çempionluğun sevincini 1% olsa, 1% olsa mən yaşayırdım bu kardio şeyində. O necə çıxacaqsan, necə sevinəcəm, necə bir şey. Onu planlaşdırırdın. Onu planlaşdırdım hər gün. Və onunla müqabilində əziyyətimiz, onunla müqabilində bizə dəstək olan insanlar. Çoxları gəlir dedi ki, çatdıramazsan, bəs nə olacaq, necə eləyəcəksən? Bir çıxarsan özünü yoxlayarsan, ora-bura. Dedim, yox, mən birinci yer olmalıyım. Mən çıxmalıyım, ora birinci yer olmalıyım. 2 də ola bilər, amma 1-1-dir də, yəni başa düşdüm. Birinci yer başqadır. Bu prokast mənim üçün dünya səhnəsinə çıxmağa bir açardır, qapının bir açardır. Bu açarla mən ilk dəfə Azərbaycana, və burada sənə bunu deyirəm, Allahın izni ilə Olimpiyadanı və Arnold Classic'in ilk overall medallarını, kubuqlarını və mükafatlarını özüm gətirəcəm. Söz verdi. İlk. Necə ki 3 il 4 il bundan qabaq demişdi. Allah qismətləsin, Allah can sağlığı versin. Gördünüz, bunu qeyd elə, onu paylaşın, yəni qalsın ha. Coming soon gələcək. İnşallah, yəni şübhəm yoxdur ki, bu bunu eləyəcək. Hidayət onu eləyəcək, çünki bir dəfə deyib, onu eləyib, yəni dediyindən artığını eləmirsən ha. Əsas sağlıq olsun, dediyini eləyəcək, biz də sizə onu göstərəcək. Mən bu günləri məndə deyirsən ki, sinə yaxşıdır da, indi mənim 38 yaşım var, mən heç vaxtı belə profesional... 38 verməyə olmur. Allah razı olsun, biraz arıqlayım, biraz. Adi vaxt olmayanda mən nə inirdim evdə olanda? Jim, bir də brus. Səni dedim, zədələndim. Evə gəlirdim, məşqə zala girməyə vaxt yox idi da, elə bura tikilirdi. Gedirdim evdə brus eləyirdim, evdə brusum var da. Gəldim, çıxdım, razminkasız, isinməsiz. Brus eləməyə, 6 ay çezdim. 6 ayda məşq eləyə bilmədim. Neyniyək qardaşım? Bunu sonra neyniyək? Bunu da 3 batod eləyək. Dava, 3 batod eləyək, qutaraq da, anda. Dirsək yuxarıda, dirsək yuxarıda. Dirsəyi yaddan çıxardırsan, dirsək yuxarıda. Ay sağ. Sərbəst çənəni də yuxarı qaldırsan. Şu. Çiyin yuxarı. Çiyin yuxarı, dirsək yuxarı. Dirsək yuxarı. Ay sağ. Belə. Düzdür. Sən şimdi ağır qoymuşuq. Dəhşət ağır qoymuşsan. Ana bundan bir 50-lə eləyərsən. Gədə. Biz də ancaq saçmalardan istifadə edirik. Geniş də ərazisi. Ərazisi böyükdür. Orada dayanan hədəflərimiz var. Biz hərəkət edirik və yerdəki dayanan hədəflərə atış edirik. Yəni yarışlar olur burada. Qalibi müəyyən edirik. Bura təzədir hə? Bura təzədir, bəli. Bir ay. Xeyirli olsun. Xeyirli olsun. Yəni ümumiyyətlə bu idman növü mənə gəlir ki, daha da yaxşı istifadə. Özü də hər yerə yaxındır. Məsələn, arxa İpək yolundan gəlirsən, arxa yolundan, düz avtovazan böyük. Çox rahatdır. Avtovazan qırağı. Çox rahatdır. Burada restoran, otel var, otel sadəcə idmançılar üçün nəzərdə tutulur. Yəni kompleksin biz xidmətlərindən danışırıq ki, demək olar ki, hər şey var. Yeməyin də indi hazırda təmirdədir. Basen də var. Ayda, ha, basen su. Basen də var. Açıq basen yoxsa qapalı basen hələ? Qapalı basen. Yay-qış fəaliyyət göstərəcək. Yəni sauna da var onda, hələ çıxır ha? Yoxsa sauna hələ hazırlanır. O da ha. Boşunda nə istəyirsən var. O işin bəzənin, düzəlin, gəlin, hər şey var. Məqsədin nədir qardaş? Biznesdir, nə edəcəksən? Yəni bilirəm ki, oturdu yoxdur da növbəti. Əlbəttə ki, mənim məqsədim axırıncı bu idmanın, bu yarışmaların ən pik səviyyəsinə çatmaqdır. Ən pik səhnə hansıdır? O səhnədə özümü göstərməkdir. Bayrağımızı orada dalğalandırmaqdır. Ona görə neçə yaşım olsun, mən o birinciliyi alana kimi o ya səhnəyə çıxacaq. O birinciliyi alandan sonra Allah qoysa öz zalım, öz mənim idman brendim var. Öz zalım. İndi mən idman brendini təxmini bilirəm nə olacaq. Ancaq mən bir zarafat kimi demək istəyirəm ki, o gətirəm, gələcəkdə bəlkə. Zalın adım bəlkə Prius kimi qoyarsan. Toyota Fitness. Nəyə görə ki, Prius o sənin həyatında hansısa bir rol daşıyır da. İndi zalın adın sirdir, yoxsa rahat deyə bilərsən? Zalın adın, ümumiyyətlə mən bir şey deyim ki, mən heç vaxt heç bir şey qabaqdan demirəm. Məsələn, evdəkilər belə, mən maşın alanda bilmirlər ki, mən maşın alıram. Alıb gətirib qoyuram qapının ağzında, deyirəm ki, maşını çıxım söylə, maşınıma baxın. İnşallah zalın adını da, zalın hər şeyini də Allah qoysa. İnşallah. Elə özüm gələcəm. Bizim bir rüfət, gəl inşallah başda orada nə bilim çəkilişləri zaten Allah səhər evə görə versin. Mən Hidayətin xətrini çox istəyirəm, çünki Hidayət əziyyət çəkən oğlandır. Bir də ki, heç kəsə, yəni, ən də öz işindədir. Öz işinə məşğuldur. Bugün idmançılar var ki, çox təəssüf olsun ki, hər şeylə məşğul edirəm, idmanla məşğul.
Motivator Fitness Klub sizin daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Çox sağ ol ki, bizim verilişimizdə gəldin, iştirak elədin. Yaxşı elə bu məkana gəldi, dostumuz Rafael'lə. Rafael'ə də xeyirli olsun. Bayaq bir dənə paxlava yedim, yəni dadı qalxan. Yox, həqiqətən tanınmış markadır. Bütün demək Bakıda indi Sumqayıtda bir yaxın fəaliyyət göstərir. Arzu edirəm ki, inşallah ki, Altın Tepsidə tək Bakı, Sumqayıt, bütün Azərbaycanda hər yerdə öz sözünü desin. Necə ki, bizim Rafael Ağayev bütün dünyada illərdir ki, o sözü deyir. Salam əleykum. Bu aspirtron mühafizəsindən birbaşa. Sıxlara sənə salam əleykum. Burada Arnold Schwarzenegger salam verir, dostumuzdur. Problem. Dünya çempionu vaxtdakən Prius sürüb.